Salam dəyərli izləyicilər, hər birinizi salamlayıram. Fizika Vadisindən Sadiq Şamilov. İnşallah ki, yaxşısınız. Bazar günü sınaq imtahanı olacaq. Ona görə dedik ki, bir təkrar eləyək. İnşallah ki, hər birinizə indidən uğurlar arzu edirəm. Kanalda artıq aktiv formada videolar paylaşılır. İnşallah ki, bu videomuzda sizlərə xeyirli olar. Çox uzun olmayacaq. Bir neçə mövzunu bir videoda sizlərə qısa, lakonik və bir-biri ilə əlaqəli formada çatdırmağa çalışacağıq. Gəlin başlayaq. Məsələn, biz birinci bilirik ki, düzxətli bərabər sürətli hərəkətdə V nəyə bərabərdir? Gedilən yol bölünsün zamana. Buradan yolu tapmaq istəsək, S nəyə bərabər olacaqdır? V vurulsun T'yə. Bir də bərabər sürətli hərəkətdə koordinat düsturun bitmək mütləqdir. X0 plus VT. Və buna bir nümunə verəsi olsaq, məsələn, 2 üstə gəlinsin 6T. Burada 2 X0'ı göstərir, V isə 6'nı göstərir əziz dostlar. Baxın, bunlara lütfən diqqət edin. Və ümumiyyətlə siz bilməlisiniz ki, düzxətli bərabər sürətli hərəkətdə sürətin qiyməti və istiqaməti sabit qalır. Və bunu bir qrafik üzərində göstərmək istəsəniz, V T'dən asılı olmur, sabit olur. Ancaq S-in T'dən asılılığı isə əziz dostlar, düz xət olaraq özünü göstərir. Və unutmayın, yer dəyişmənin düsturu bizim üçün SX bərabərdir, X çıxılsın X0'dır. Baxın, bu önəmlidir. Və biz buradan son koordinatı tapa bilirik zaten. Və bərabər sürətli hərəkət odur ki, bərabər zaman fasiləsinə desin, bərabər yolları geçsin. Və sürət zamanda V tangens alfiyada bərabər olur. Bərabər təcilli hərəkətdə isə artıq sürət sabit olmur. Müəyyən bir V0 başlanğıc qiymətdən V-yə gələ bilər, yaxud müəyyən bir V-dən V0'a qədər azala bilər. Və burada artıq bizim köməyimizə çatır təcil. V çıx V0 bölünsün T ilə təcil tapırıq. Burada V son surətdir. O zaman V-ni tapası olsaq nə olacaq? V0 T plus minus A vurulsun T. Bəli, məsələn, buna bir şablon yazası olsaq 6 çıxılsın 2T. Burada 6 V0'ı göstərir, təcili isə mənfi 2 olur. Yada saxlayın, V0-dan A eyni işarəli olsa yeyinləşəndir. V0-dan A əks işarəli olsa bərabər yavaşlayan hərəkətdir. Bərabər yavaşlayan hərəkətdə bizim qabağımıza tez-tez çıxan düsturlardan biri V0 bölünsün A'dır. Buna deyirlər tormuz müddəti. Bir də var tormuz yolu, o da olur V0 kvadrat bölünsün 2A. Bərabər yavaşlayandan söhbət gedir. Bərabər təcili hərəkətdə gedilən yol S-in düsturu V0 plus V bölü 2 vur T'dir. Yaxud gedilən yolun düsturu V0T üstə gəlinsin AT kvadrat bölü 2'dir. Yaxud S bərabər V kvadrat çıx V0 kvadrat bölünsün 2 aynı anda tapıla bilər. Və siz buradan V tapmaq istəsəz, V bərabər olacaq kök altında V0 kvadrat plus 2AS. Və salam, bərabər təcillidə koordinat düsturu isə X0 üstə gəlinsin V0T üstə gəl AT kvadrat bölü 2'dir. Unutmayın, bunlar müsbət mənfi ola bilər. Və yenə V0-dan A eyni işarəlidirsə yeyinləşən, əks işarəlidirsə bərabər yavaşlayan burada da ödənir. Və bərabər təcilli hərəkətdə ST-dən parabolik asılı olur. Baxın, belə, yaxud belə göstərə bilərsiniz, yaxud X oxunun əksinə belə və belə göstərə bilərsiniz. Qrafik T oxundan yuxarıda olduğu zaman X oxunun istiqamətində, T oxundan aşağıda olduğu zaman X oxunun əksi istiqamətdə olur. Qrafik T oxundan uzaqlaşırsa yeyinləşən, yaxınlaşırsa yavaşlayan da deyərək tez bazar sualları həll edə bilərsiniz. Və unutmayın, sükunət halı deyirsə V0 0'a bərabərdir, onda V bərabər AT olur. Buradan A da bərabərdir, V bölünsün T'yə. Və salam. Çevirə üzrə hərəkətdə isə sürət düsturlarını ilə buraya yazası olsaq omega R, omeganın düsturunda 2pm, burada n tezlikdir, vur R yaza bilərsiniz. Periyodla yazmaq istəsəniz isə 2pr bölünsün T yaza bilərsiniz. Burada T periyoddur, 1 bölünsün N'dir. Burada N tezlikdir, 1 bölünsün T'dir və yaxud. Periyod bərabərdir, zaman bölünsün böyüyən, yəni dövrlərin sayı, tezlik bərabərdir. Dövrlərin sayı bölünsün zaman. Periyodun vahidi saniyə, tezliyin vahidi isə saniyə üstü mənfi 1, sürətin vahidi nədir? Metr bölünsün saniyədir. Çevirə üzrə hərəkətdə dönmə bucağı fi var.
L bölünsün R ilə tapılır. Vahidi radiyandır. Və omega bucaq sürəti var. Fi bölünsün T'dir. Vahidi radiyan bölünsün saniyədir. Buradan fi tapdığınız zaman nə olacaq? Omega vurulsun T olacaqdır. Və omeganın düsturu 2πn və yaxud 2π bölünsün T'dir gənclər. Omegaya dairəvi tezlik də deyə bilərsiniz. Və çevrə üzrə hərəkətdə təcilin düsturu nədir? V kvadrat böl R, yaxud omega kvadratı R, yaxud omega vurulsun V'dir. Məsələn, siz bu düsturdan V tapmaq istəsəniz nə olacaq? Kök altında AR. Omeganı tapsanız nə olacaq? Kök altında A bölünsün R də yaza bilərsiniz. Və omeganın bu düsturlarını gətirib təcilin düsturlarında yerinə yaza bilərsiniz. Və salam, baxın buna diqqət eləyin. Ümumiyyətlə, yadda saxlayın, çevrə üzrə hərəkətdə tam periodda yol 2πr olur. Amma yer dəyişmə nə olur? 0. Sürət dəyişməsi nə olur? 0. T bərabərdir 2/1 T'də yol 2πr. Baxın, tapmaq necə asandır. 2πr 2/1 vurdu, nə oldu? PR. Amma yer dəyişmə, indi şəkli çəkib vaxtırmaq istəmirəm. Sürətli yazaq 2R olur. Delta V isə 2V olur. T bərabərdir 4/1 T'də yol tapmaq istəsən 2π'yi 4/1'ə vurursan ixtisar gedir, nə qalır? PR bölü 2. Yer dəyişmə nə olur? R kök 2. Delta V nə olur? V kök 2 olmuş olur. T bərabərdir 4/3 T'də isə yenə yol tapanda 2π'yi 4/3'ə vurursan 2'lər ixtisar gedir, nə qalır? 3πr bölü 2. Amma yenə yer dəyişmə olur R kök 2. Sürət dəyişməsi delta V olur V kök 2. Baxın, buna diqqət edin və unutmayın. Çevrə üzrə hərəkətdə, qarşılı ötürmədə sürətlə yollar bərabərdir. Period radiusdan düz asılıdır. Baxın, qarşılı ötürmədə period radiusdan düz asılıdır. Qalan bütün kəmiyyətlər, yəni tezlikdir, dövrlərin sayıdır, omegadır, təcildir, radiusdan tərs asılıdır. Ancaq disk olsa, fırlanan bərk cisim olsa, ya da saxlayın ki, period, omega, tezlik və dövrlərin sayı sabit qalır. Sürət ilə təcil isə radiusdan düz asılı olur. Bu qarşılı ötürmədə olur. Bu isə fırlanan bərk cisimdə olmuş olur gənclər. Bax belə. Ümumiyyətlə bunlara çalışın, diqqət edin. Yəni həqiqətən bunlar lazımlı düsturlardandır. Gənclər, Newtonun ikinci qanunundan gəlin danışaq. Məsələn, xatırlayırsınız yəqin ki, A bərabərdir F bölünsün M. Amma burada biz F əvəzləyici yazırdıq. Elə deyil, əvəzləyici qüvvə, yəni təcil əvəzləyici qüvvə ilə düz asılıdır, kütlə ilə tərs asılıdır. Buradan biz F əvəzləyici qüvvəni tapsaq nə olurdu? M vurulsun A olurdu. Ümumiyyətlə, dinamikanın əsasları Newton qanunları təşkil edirdi. Yəni, təcili yaradan səbəb qüvvə idi. Və siz təcilin bütün düsturların burada yerinə yaza bilərdiniz. Yadda saxlayın gənclər. Əgər qüvvələr eyni istiqamətdə olursa, əvəzləyici qüvvə toplatmaq üçün toplayırsınız. Əks istiqamətdə olursa, əvəzləyici qüvvə tapmaq üçün modulda onların fərqini alırsınız. Əgər bir-birinə perpendikulyar olursa, əvəzləyici qüvvə tapmaq üçün kök altında kvadratları cəmini tapırsınız. İstənilən bucaq altında olursa, əvəzləyici qüvvə tapmaq üçün nə edirsiniz? Kosinüs teoremi. F1 kvadrat üstə gəl F2 kvadrat üstə gəlinsin 2. F1 F2 kosinüs alfa edirsiniz. Bu qədər sadədir. Həqiqətən çox qədərləşdirməyə ehtiyac yoxdur. Amma yadda saxlayın ki, əvəzləyici qüvvəni biz bir R-lə işarə eləsək, o qüvvələrin həndəsi cəmidir. Yəni, n dənə qüvvənin vektorial cəmidir. Suallara diqqət edin. Məsələn, mən nə demək istəyirəm? Tutalım ki, bir dənə belə F1 qüvvəsi 10 Newton olsun. Bir dənə də bax belə F2 qüvvəsi 10 Newton olsun. F3 qüvvəsi isə bu da 10 Newton olsun. Ancaq belə yönəlsin. Sizdən bunların əvəzləyicisini soruşanda yazırsınız. R bərabərdir. Həndəsi olaraq F1, üstə gəlinsin F2, üstə gəlinsin F3. Doğrudur. Ancaq fikir verin bura. F3 qüvvəsi F1'in başlanğıcı ilə F2'nin sonunu birləşdirib. Yəni, bir vektorun başlanğıcı ilə digər vektorun sonunu birləşdirən bir vektor varsa, o vektor elə onların cəminə bərabər olur. Fikir ver F3'ə. F3 F1'in başlanğıcı ilə F3'ün sonu, F2'nin sonunu birləşdiribsə, deməli F3 elə F1 plus F2'yə bərabərdir. Gətirib burada F1 plus F2'nin yerinə F3 yazanda,
onda bu eləyəcək 2 dənə F3. Çünki bir dənə də F3-ün özü var da. Baxın, buna diqqət edin. Yəni göz yumru toplamayın. Məsələn, bu sualda əvəzləyici qüvvə 20 Newton eləyəcək. 2 vurulsun ondan. Baxın, lütfən bunlara diqqət edin. Və Newton qanunlarında biz nə öyrənirdik? Bağlı cisimlərdə T nəyə bərabər olurdu? Gəlinmə qüvvəsi. 2M1 M2 bölünsün M1 plus M2 vur J. Təcil nə cür tapılırdı? M1 çıx M2 bölünsün M1 plus M2 vurulsun J ilə tapacaqsınız. Baxın, lütfən bunlara diqqət eləyin. Bizdən yer dəyişməni soruşsa nə olacaq? AT kvadratı bölünsün 2 ilə də siz bunu tapa bilərsiniz. Diqqət eləyin bunlara. Daha sonra gravitasiya, Newton ümumdünya cazibə qanunu səndən soruşsa, yazacaqsan M1 M2 böl R kvadrat. Burada R məsafə deyil ha. Cisimlərin mərkəzləri arasında olan məsafədir. Bəs yaxşı, səndən ağırlıq qüvvəsini soruşsa nə yazacaqsan? MJ yazacaqsan. Diqqət elə bunlara. Və burada yer səthindən deyəndə ağırlıq qüvvəsini J, kiçik M, vur yerin kütləsi bölünsün nə olacaq? Yerin radiusu. Yerdən bir H hündürlük desək J nə olacaq? J vurulsun M yer bölünsün R yer plus H-ın kvadratı. Əlasan. Aha, indi bax. Sən F0-ı FH-a böl. Lütfən böl. F0-ı FH-a böləndə J M-lərin hamısı ixtisar gedir. R yer plus H kvadrat qalxır yuxarı, bölünsün R yer kvadrat olur. Həmçinin elə J0-ı JH-a böləni də bu düstur əldə eləyəsən. Bundan bağlı bir çox suallar var və görürsünüz ki, qarşınıza da çıxır. Diqqət eləyin bunlara. Təbii ki, bu videonun ardı gələcək. Çalışıram ki, çox uzun olmadan yormayayım ki, sizi. Qısa konkret baxasınız və sizə lazım olanları görə biləsiniz. Baxın, bir neçə mövzunu belə birləşdirib qısa sürətə təkrar eləyə bilərsiniz. Yadda saxlayın, Newtonun birinci qanunu ətalət qanunudur. Deyir ki, cismə başqa qüvvələr təsir etmirsə və ya ona edilən təsirlər bir-birini tarazlaşdırırsa, bu cisim ya sükunətdə qalar, ya da düz xətti bərabər sürətli hərəkət eləyər, əziz dostlar. Digər tərəfdən isə gənclər, birinci qanun sadəcə ətalət hesablama sistemlərində ödənir. Ətalətlilik nədir? Cismin öz əvvəlki hərəkət halını qoruyub saxlaması idi. Baxın, buna diqqət edin. Yəni, Newtonun birinci qanunu təcilsizdir. Aydındırmı? Yəni, orada qüvvə olmur, təcil olmur. Qüvvə olsa belə bir-birini neyinir? Tarazlaşdırır. Baxın, biz bunun tətbiqini çox görürük. Adicə, məsəl üçün, tutalım da, baxın, buraya bir cisim yerləşdirək. Tutaq ki, bunu bir dartı qüvvəsi sağa dartır. Müəyyən bir sürətlə, onda hərəkətin əksinə hansı qüvvə olur? Sürtünmə qüvvəsi. Dostlar, əgər dartı qüvvəsi sürtünməni tarazlaşdırırsa, yəni bir-birinə bərabər olursa, onda bu cisimdə təcil 0 olur. Yəni sürət konstant, sabit qalır. Yox, dartı qüvvəsi sürtünmədən böyük olanda bu bərabər yeyinləşməyə başlayır. Və Newton deyir ki, qüvvələr tap MA-ya bərabər elə, hər şey buna xidmət edir əslində. Məsələn, tutalım, bu şəkildə görürsən şəkili, bəli, dartı qüvvə sürtünmədən böyük olanda, onda yazırsan F dartı, çıx F sürtünmə bərabərdir MA-ya. Yox, sürtünmə dartıdan böyük olsa, onda sürtünmədən dartını çıxıb nəyə bərabər edirsən? MA-ya bərabər edirsən. Və yaxud, tutalım ki, sən bir cismi aşağı doğru sərbəst düşür də, düzdürmü? Sabit sürətlə düşür. Onda bu cismə nə təsir eləyir? Sən bilirsən ki, mg ağırlıq qüvvəsi cismin mərkəzindən yerin mərkəzinədir. Bəli, cisim aşağı doğru düşürsə, yuxarıya doğru havanın müqavimət qüvvəsi olur. Bəli, onda sən nə edirsən? Böyük qüvvə mg daxı. Ondan çıxırsan F müqaviməti bərabər eləyirsən MA-ya. Əgər sabit sürətlə düşür deyirsə, onda A sıfıra bərabər eləyərsən. Yox, düşmürsə elə sabit sürət demirsə, MG-dən F müqavimətə çıxıb MA-ya bərabər eləyib sualı bir mənalı həll eləyəcəksən. Bu videonun ardını yenə çəkəcəm. O videoda isə biz impulsa, statikaya, ondan sonra yuxarı aşağı hərəkətə toxunacağıq ki, statikadan da suallara baxmışsınız, kanalda var. Lütfən o sınaqların dəlillərinə baxın. Belə sürətli izah videolarını mən tez-tez paylaşacağım. İnşallah ki, bəyənərsiniz. Hələ ki, bu qədər. Hələlik dostlar.